Salam dəyərli şagirdlər və MİQA sertifikasiya hazırlaşan dəyərli üzvlər. Gəlin verilən tapşırıqlara baxaq. 1 litrlik qabda M mol CO və M mol oksigen arasında baş verən reaksiyada qabda 0,4 mol CO2 əmələ gələn zaman tarazlıq yaranır. Tarazlıq halında qabda 2,8 qram CO və 3,2 qram oksigen olur. Eni və M-i hesablayın. Demək ki, bizə verib 0,4 mol CO2 əmələ gəlir. Düzdürmü? Onda 0,4 mol CO2 bizim alınan qatılığımızdır. 0,4 mol CO2 əmələ gəlirsə, oksigenin onda sərf olunan mol sayı olacaq 0,2. O zaman CO-dan da 0,4 mol reaksiya daxil olar. 0,4, 0,2. Daha sonra bizə deyir ki, tarazlıq halında qabda 2,8 qram CO var. Yəni 2,8 qram demək 0,1 mol deməkdir. Yəni CO-dan 0,1 mol qalıb. Oksigendən isə 3,2 qram. Yəni o da 0,1 mol olacaq. Başlanğıcı tapanda biz nə edirdik? Sərf olunanın tarazlığı cəmləyirdik. 0,4-ün üstünə 0,1 gəlirik. 0,5 CO-nun başlanğıc qatılığı olar. 0,2-nin üstünə 0,1 gələrik. 0,3 də oksigenin başlanğıc qatılığı olmuş olar. N nə idi? CO-nun başlanğıcı 0,5. M də oksigenin başlanğıcı 0,3. Daha sonra növbəti 89-cu suala baxırıq. Deməli 89-da hidrogenlə kükürt verilib. Hər ikisinin kütləsi bir-birinə bərabərdir. Reaksiya daxil olan florun mol miqdarı, hidrogenlə reaksiya daxil olan florun mol miqdarı M verilib. Kükürtlə reaksiya daxil olan florun mol miqdarı isə 6 verilmişdir. Biz bilirik ki, flor kükürtlə reaksiya girəndə 3 mol girir. Yəni 1 mol kükürtlə 3 mol flor reaksiya daxil olur. 6 mol verirsə, demək ki, kükürtdən 2 mol götürülüb. Bu zaman kükürtün kütləsi nə qədər olar? 32-ni 2-yə vuranda 64 qram. Bizə də deyirdi ki, bunların kütlələri bir-birinə bərabərdir. Onda bunun da kütləsi bərabər olur 64, yəni hidrogenin. Demək ki, M bərabərdir 64-ə. Hidrogenin kütləsi 64 qramdırsa, o zaman onun mol sayı olar 32 mol. Daha sonra N-i soruşur bizdən, yəni reaksiya daxil olan florun mol miqdarı. 1 mol hidrogendən 1 mol flor reaksiya daxil olursa, 32 mol hidrogenlə də 32 mol flor reaksiya daxil olar. Demək ki, N də bərabərdir 32-yə. Gəlin növbəti 90-cı suala baxaq. Kalium xlorat və fosfor arasında baş verən reaksiyada başlanğıc maddələrin və məhsulların mol miqdarlarının zamanın asılı qrafikinə əsasən A-nı və B-ni hesablayın. Demək ki, mən burada kalium xloratla fosforun reaksiyasını yazdım, daha sonra əmsallaşdırdım. Gəlin qrafikə fikir verək. Fikir verirsinizsə qrafikə reaksiya daxil olan maddələrdən biri tam sərf olunub. Baxın. Biri tam sərf olunub, biri isə neyniyib? Artıq qalıb. Baxın, ikisinin də başlanğıc mol miqdarları eynidir. Bunu görə bildik. Daha sonra məhsullar üçün birinin mol sayı B-dir, birinin mol sayı isə 6-dır. Ən çox mol sayı olan sizcə nə ola bilər? Təbii ki də kalium xlor. Demək ki, onda mən buradan qeyd edirəm ki, ən çox mol sayı olan bu kalium xlordur. Bu da P2O5'dir. Amma reaksiya daxil olan maddələrdən bunun da hansı olduğunu bilmirik. Kalium xloru bilmirik B-dir. P2O5 isə bilirik ki 6 mol əmələ gəlib. Bu 6 mol əmələ gəlirsə, onda bu 10 mol əmələ gələr. Bu olar onda 2 dəfə çox 12, bu da olar 10. Biz tapdıq ki, onda kalium xlorun mol sayı nə qədər imiş? 10 imiş. Deməli B bərabərdir 10-a. Daha sonra A-nı hesablamaq lazımdır. Biz bayaqlar dedik ki, reaksiya daxil olan maddələrin başlanğıc mol miqdarları eyni qədərdir. Sərf olunan biri 10-dur, biri 12-dir. Eyni qədərdirsə, hər ikisini də 12 götürməliyəm. Onda hər ikisini 12 götürəndə, düzdürmü? Nə olacaq? Deməli, bu axıra qədər gedən, yəni tam sərf olunan fosfordur. Bu isə yarıda qalan kalium xlor O3-dür. Kalium xlor O3-ün başlanğıcı 12-dir, sərf olunanı isə 10-dur. Yəni ikisi nə edəcək? Artıq qalacaq. Deməli A da bərabərdir 2-yə.